Ermənistanın xaricdə aldığı silahlarla bağlı şok iddia. Ermənistan daxili bazarda istehsal etmək gücünə malik olduğu hərbi texnikanı xaricdən alır. Referans media xəbər verir ki, bunu Ermənistan Hərbi Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobian Ermənistan xəbərlərinə müsahibəsində deyib. O əlavə edib ki, Fransadan alınan radarlar Ermənistanda istehsal oluna bilərdi. Bunun üçün bütün müvafiq texnoloji və texniki imkanlar mövcuddur. Bu istehsal idxaldan baha başa gəlsə belə yenə də iqtisadi təsir göstərir, o cümlədən 30% birbaşa vergilər şəklində. Odur ki, əgər yerli istehsal xərcləri 30%-dən çox deyilsə, onu Ermənistanda da vacibliyi nəzərə alaraq təşkil etmək daha yaxşıdır. Düşmənlər vəziyyətin gərginləşəcəyi təqdirdə Ermənistana silah idxalını əngəlləməyə çalışacaqlar, Kerobian qeyd edib. Onun sözlərinə görə 2020-ci ilin sentyabrında Hindistandan alınan radarların Ermənistana yalnız dekabrda gəldiyini və heç bir köməklik göstərmədiyini yada salıb. Kerobian qeyd edib ki, Ermənistan pilotsuz uçan aparatlar istehsal etmək gücünə malikdir. O, Ermənistan hakimiyyətinin hərbi xidmət müddətini 1,5 ilə qədər qısaltmaq qərarını da tənqid edərək, ölkənin bunu ödəyə bilməyəcəyini izah edib. Ermənistanın Hərbi Sənaye Komitəsinin keçmiş rəhbəri qeyd edib ki, İrəvanın etdikləri xüsusilə Azərbaycan və Türkiyənin ritorikası və Bakının fəal hərbiləşdirilməsi fonunda xalqa və dövlətə qarşı cinayətdir. Onun sözlərinə görə Ermənistanın hərbi sənaye büdcəsinin xərclərinin hər il yarımçıq yerinə yetirilməsi onu göstərir ki, hakimiyyət bu sektoru inkişaf etdirmək istəmir, sadəcə olaraq bunun əksini nümayiş etdirmək üçün şou təşkil edir. O əlavə edib ki, son 5 ildə hərbi sənaye kompleksində xərclərin icra səviyyəsi 30%-i ötməyib. Kerobian vurğulayıb ki, 2025-ci ilədək hərbi sənaye kompleksinin inkişafına 5,7 milyard dram ayrılıb, bunun 4,2 milyard dramı hərbi tədqiqat və inkişafa, daha 1,5 milyard dram isə eksperimental nümunələrin istehsalına ayrılıb. O, izah edib ki, 4,2 milyard dramdan səlahiyyətlilər 1,8 milyard dram, 1,5 milyard dramdan isə 1,4 milyard dramı kəsiblər. Son 11 ayda 5,7 milyard dramın icra dərəcəsi 1,3 milyard dram təxminən 20% təşkil edib. Bununla belə, eksperimental nümunələrin istehsalı üçün bir dənə də olsun müqavilə imzalanmayıb. Bundan başqa, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin nəzdindəki digər proqram çərçivəsində ETə sektoruna dəstək 3,8 milyard dram, 10% azalma azaldılıb. Bütövlükdə nazirlik nəzdində proqramların maliyyələşdirilməsi 47 milyard dramdan 24 milyard dramma endirilib. Yəni büdcənin yarısı kəsilib. Bu arada hakimiyyət 2025-ci ili hərbi sənaye ili elan edərək 2023-2025-ci illər arasında 171 milyard dramlıq müqavilələr imzaladıqları ilə öyünürdü. Halbuki hərbi sənaye kompleksimiz bu həcmdə müqavilələri 6 ay ərzində yerinə yetirə bilərdi. Hakimiyyət bu prosesi 3 ildir ki, süründürür və öyünür, fəaliyyət görüntüsü yaradır. Bu proseslərin nəticələri bizim təhlükəsizliyimizə ziyan vuracaq. Ukrayna sülh sazişi bağlamalıdır, Zaluzhny. Ukrayna tam qələbə olmadan sülh sazişi bağlamalıdır. Axar az xəbər verir ki, bunu Ukraynanın Londondakı səfiri Valeri Zaluzhny deyib. Əlbəttə ki, biz Ukraynalılar tam qələbəyə can atırıq. Eyni zamanda sülh siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün bir şans təqdim edir, Zaluzhny bildirib. Onun sözlərinə görə müharibə heç də həmişə bir tərəfin qələbəsi, digər tərəfin məğlubiyyəti ilə bitmir. Bu, 2-ci Dünya müharibəsində baş verib, amma nadir bir istisnadır, çünki bəşər tarixində demək olar ki, heç vaxt baş vermir. Müharibələrin böyük əksəriyyəti ya qarşılıqlı məğlubiyyətlə, ya da hamı qalib gəldiyinə əminliklə, ya da başqa bir ssenari ilə başa çatır. Zelenskidən gözlənilməz, Ukraynanın müdafiə planı dəyişir. Ukraynanın müdafiə planını dəyişməyin vaxtı çatıb. Axar az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Denis Şmıqal və Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovla görüşündə deyib. Müdafiə nazirinin hesabatı. Bir neçə əsas element. Ukraynanın fundamental müdafiə sənədlərinə, xüsusən də dövlətimizin müdafiə planına dəyişiklik etməyin vaxtı çatıb. Hərbi əməliyyatların gedişi göstərdi ki, konkret olaraq nələrin yenilənməsi lazımdır, Zelenski bildirib.